Demək patronun yeni məhsul adı altında satışa çıxartdığı bu tumlardan almışam və açdım ki, yəni istifadə eləyim. Bəli, yeni məhsulun içindəki yeniliklə rastlaşdım. Patron tumlarının ambarlarında tumlardan başqa heyvanlar da saxlanılır ki, ambarların içərisində gəzən o heyvanlar bu tumların üzərində gəzirlər və nəcislərini ora buraxırlar. Və bu tumlar da yuyulmadan, nəzarətdən keçirilmədən, təmizlənmədən qovrulub, paketlənir və satışa çıxardılar. Yəni bu qədər məsuliyyətsizlik olar. Günü-gündən bu qədər xəstəliklərin çoxalması, artması səbəblərindən biri də belə məsuliyyətsizlikdir. Yəni mən istifadə edəndən sonra, yəni belə bir halına rastlaşandan sonra mən iynə və dərman mənə vurulub, istifadə eləmişəm. Çünki yəni diksinmişəm mən. Ayıb olsun. Daha işinizdə məsuliyyətli olmaq lazımdır. Bunu sizin özünüzə yedizdirmək lazımdır. Bunu xalqa yedizdirmək lazım deyil.